cəmiyyətin yüksəlişi yolunda bir müəllimin fədakarlıq manifesti. Cəmiyyətin mənəvi inkişafında müəllimlər həlledici rol oynayır. Xüsusilə də ağır həyat şəraitində formalaşaraq elmə və vətənə xidmət yolunu seçən müəllimlər bu missiyanı daha da ucaldır. Hamlet Əlioğlu Abbasovun həyat yolu iradə, zəhmət və elmə sədaqətin timsalıdır. Onun hekayəsi çətinliklərin içindən doğan bir mübarizə nümunəsidir. 1984-cü ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olan Hamlet Abbasov körpə yaşlarında anasını itirməklə həyatın ilk böyük sınağı ilə üzləşdi. 1992-ci ildə kəndləri işğal olunduqdan sonra ailəsi ilə birlikdə Ağcabəddə məcburi köçkün kimi məskunlaşdı. Burada çadır şəraitində standart olmayan və maddi çətinliklərlə dolu bir mühitdə təhsil almağa başladı. Maddi ehtiyaclarını qarşılamaq üçün süpürgə düzəldib bazarda satan Hamlet bu yolla həm ailəsinə yardım edir, həm də təhsilini davam etdirmək üçün vəsait toplayırdı. Əlindəki cüzi imkanlarla cəbr kitabı alması onun elm yolundakı ilk böyük nailiyyəti sayılırdı. Əmisi Rövşən müəllimin mənəvi dəstəyi isə onun ruhunu qidalandıran əsas qaynaq idi. Hamlet müəllim gözləri dolu-dolu, ürəyində bir ağırlıqla xatırlayır. Ağcabədidə yerin altındakı soyuq, qaranlıq daxmada yaşayırdıq. Bir gecə sanki göydən öfkə yağdı. Amansız, dayanmaz. Yağış o qədər güclü idi ki, göz açıb yumuncaya qədər evimiz suya qərq oldu. O daracıq məkan bir anda boğucu, dəniz kimi dalğalanmağa başladı. Nəfəs almaq, sanki nəfəs çatışmazlığı ölümün xəbərçisi idi. Qardaşım məndən böyük, gücünü son damlasına qədər toplayıb, məni o qarışıq suların qaranlığından çıxardı. O anın soyuğu və qorxusu ruhuma əbədi həkk olundu. O dəqiqələr hələ də sinəmdə çırpınır. Sanki o anın ağırlığı indi də üzərimdədir. Yayda yanan günəş göy üzünü dəhşətli bir qızmar alova çevirirdi. Çadırların içi sanki sobaya dönmüşdü. Hava nəfəs aldırmırdı. Hər nəfəs bir əzab, hər dəqiqə bir dözülməzlik idi. Ağcaqanadların sarsıcı vızıltısı sükutun üstünə basqın etmişdi. Yatmaq mümkün olmurdu. O istidə, zülmət gecələrdə, qəlbimizdə iz qoyan sınaqlarla dolu idi uşaqlığımız. Hər anı həm qanadlarımızı qırır, həm də bizə uçmağı öyrədirdi. Hamlet Abbasov daha sonra bacısı Qəndab xanımı da itirməklə ikinci dəfə mənəvi yetimlik yaşadı. Bu itki təkcə ailə dərdi deyil, həm də sosial-iqtisadi səbəblərlə bağlı idi. Məcburi köçkünlük, tibbi xidmətin əlçatan olmaması və ümumi həyat səviyyəsinin aşağı olması bu faciənin başlıca səbəblərindəndir. Qəndab xanım onun üçün yalnız bacı deyil, həm də ana əvəzi idi. Onun itkisi Hamletin həyatında dərin izlər buraxdı. Lakin elmə və insanlığa olan inamı sarsılmadı. 2002-2004-cü illərdə hərbi xidmətini başa vurduqdan sonra əmisi Rövşən müəllimin təşviqi ilə ali məktəbə hazırlaşaraq 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə qəbul olundu. 2009-cu ildə məzun olaraq elmi pedaqoji fəaliyyətə başladı. 2010-2019-cu illər ərzində universitetin müxtəlif kafedralarında laborant və böyük laborant kimi fəaliyyət göstərərək riyaziyyatın mürəkkəb sahələrindən yüksək tərtibli diferensial tənliklər üzrə mühazirələr apardı. 2019-cu ildə müəllimlərin işə qəbul imtahanında uğur qazanaraq Ağcabədi rayonunun Ucqar kənd məktəbində müəllimliyə başladı. Bir il sonra növbəti MİQ imtahanından sonra Hacıqabul rayonunun Udulu kəndində pedaqoji fəaliyyətini davam etdirdi. Onun bu seçiminin arxasında bir məqsəd dayanırdı. Təhsilin hər kəs üçün, istər şəhərdə, istər Ucqarda əlçatan olması üçün çalışmaq. Hamlet müəllim öz uşaqlıq çətinliklərini yaşamış biri olaraq regionlarda yaşayan uşaqların keyfiyyətli təhsilə çıxış imkanının artmasına xidmət etməyi həyat və vicdan borcu saymışdı.
2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Hamlet Abbasov qələmini silah kimi istifadə etdi. Qəhrəman döyüşçülərimizin və şəhidlərimizin həyatını əks etdirən minlərlə məqalə yazaraq həm qəzet səhifələrində, həm də internet platformalarında bu tarixi yaşatmağa çalışdı. Onun bu məqalələri Vətən müharibəsi dövründə vətənpərvərlik ruhunun yüksəldilməsinə əvəzsiz töhfə verdi. Müharibə dövründə yazdığı yazılar yalnız informativ deyil, həm də ideoloji baxımdan maarifləndirici və ruhverici xarakter daşıyırdı. Hamlet müəllimin hər bir yazısı döyüş meydanında savaşan əskərin səsi, şəhidin ünvanına deyilmiş dualı söz, xalqın haqq savaşını dünyaya çatdıran bir çağırış idi. Hazırda Sosial Dövlət naminə İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Həşəri qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərir. Hamlet Abbasovun fəaliyyəti bir sıra mükafat və təltiflərlə qiymətləndirilmişdir. Qarabağ Azərbaycandır medalı, Dəmir Yumruq və Qarabağ Azərbaycandır fəxri diplomları, Qızıl Qələm media mükafatı, Azərbaycan bayrağı döş nişanı. Prezident İlham Əliyevin təhsil strategiyasına verdiyi dəstəyə görə Hamlet Abbasovun həyat yolu yoxsulluq, itkilər və sosial məhrumiyyətlərin içindən elm zirvəsinə yüksəlmiş bir Azərbaycanlının hekayəsidir. O sadəcə müəllim deyil, həm də ictimai fikir daşıyıcısı, vətənpərvər ziyalı və gələcək nəsillərə örnəkdir. Onun timsalında bir daha sübut olunur. Çətinliklər nə qədər sərt olsa da, insan öz məqsədinə inanır, elmə və insanlığa xidmət etməyi seçirsə, zirvəyə yüksəlməsi qaçılmazdır. Müəllif Minə Şirinova Nadir qızı, Həkəri qəzetinin şöbə müdürü, 331 nömrəli məktəbin direktoru, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Qarabağ Azərbaycandır medalının mükafatçısı.